Prezidentimiz çıxır orada, ay mən sözümün üstə dururam, ay mən cəmaatımı belə saxlayıram, elə sanırım, hamısı yalandır. Azərbaycan Respublikasının 10% olananı varsa o da onun qohumlarıdır, ətrafı və salaf. Qızının bir 50 milyon manatlıq villası var. Hardan alıb onu? Mənim niyə yoxdur? Bir kömə tapıram ayağımı, başımı belə qoyuram, ayağım çıxır çölə. Evin cəmi kvadrat metri bir heylədir. İndi bu prezident yalandan, ay mən o gün deyil, yanıb tökülürəm mən. Deyir mən, yumurtadan başqa on başa istatdan çıxır. Ancaq yumurta. Yendirir, qaldırır. Yendirir. Düzün deyirəm, valla mən düz deyirəm. Səhv demirəm. Elə zaman yumurta yer, mən yumurta yeyə bilmirəm. Dünən getmişəm Zərfəliyev adına xəstəxanaya, bir aparat orada pis eləyib, bir aparat burada durmuşam. Deyir, bana 10 manat ver. Dedim, ay bala, olub verməyən evi dağılsın. Hardan alamaz 10 manatı verəm sağ. Pul var.